Səhhətində yaranan problem səbəbindən həkimə müraciət edən qadın dünyasını dəyişib. Hadisə Respublika Diaqnostika Mərkəzində baş verib və mərhumun qızı Lamiyə Quliyeva sahibəsində bildirir ki, anası Ziyafət Səfiyevanın başında xoşxassəli şiş aşkarlanıb və o xəstəxanaya yerləşdirərək əməliyyat olunub. Lakin əməliyyatdan sonra qadın həyatını itirib. Lamiyə Quliyeva anasının ölümündə həkimləri günahlandırır. Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu çox sadə bir əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və bu əməliyyata başlayıblar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə bilmirəm dedi. Mənim anamın günahı nə idi? 36.000 manat verdim, amma anamı öldürüb mənə verdilər deyə Lamiyə Quliyeva bildirib. Həqiqətən də dəyərli izləyicilər, çox dəhşətli bir hadisədir. Bizim ümumiyyətlə çox tez-tez bu cür hadisələrin şahidi oluruq ki, savadsız həkimlərin sayı, savadsız tibb işçilərinin sayı kifayət qədərdir. Səhiyyə sistemimizdə savadlılar da var, peşəkarları da var, amma bu cür savadsızları da, işini bilməyən naşı tibb işçiləri də var. Təbii ki, bu da səhiyyə sistemimizdə həqiqətən də problemlər müşahidə olunur. Bu bir çox məsələlərdə öz əksini göstərir. Üstəlik bu cür bahalı bir əməliyyat və sən həkimsən. Təbii ki, əməliyyata girmədən öncə xəstədən analizlər götürülür, yoxlanılır. Xəstəyə bu əməliyyat olarmı, olmazmı? Yəni bu sənin səlahiyyətindədir. Təbii ki, insan həyatı heç nədən sığortalanmayıb, amma sən bir həkim olaraq bir əməliyyata xəstəni qəbul edirsənsə, ondan analizləri götürürsən, ona özü də demirsən ki, sadə bir əməliyyatdır, qorxulu bir şey yoxdur. O əminliyi həkim verməlidir pasiyentə. O həkimə güvənir. Xəstə həkimə güvənərək gəlir, həkimi bir xilaskar kimi görür öz problemlərinin həllində. Təbii ki, göydə Allah, yerdə vasitəçi həkimdir. İnsanların sağlamlığı baxımından insanlar həkimə ümid olub gedir. Bəs indi kimə ümid olub getsinlər? Artıq həkimlər də güvəniləcək, əksər həkimlər güvəniləcək bir səviyyədə deyil. Öz maraqlarına güdürlər. Bugün həkimlər ancaq pul əldə eləyim, firma dərmanı yazım, oradan da faiz əldə eləyim, xəstəni yola verim. Bu cür məqsədlərlə yalandan heç xəstəyə lazım olmayan şeyləri yazırlar. 36.000 manatını almısan bu insanın, 36.000 manatının qarşılığında isə bu insana üstəlik vəd vermirsən ki, sadə bir əməliyyatdır, qorxulu heç nə bir şey yoxdur. O da sənə ümid olub, sənə güvənib və anasını həmin əməliyyata göndərib ki, anasının sağlamlığı yerinə gəlsin. Bugün ümumiyyətlə bu cür xərçəng xəstəliyi, bu cür pis-pis xəstəliklərin sayı artıb. Bəziləri xoş xəstəli olur, bəd xəstəli olanlar daha ağır nəticələr verə bilir. Ümumiyyətlə günümüzdə qidalarla bağlı insanların sinir, stres, hamısı bu xəstəlikləri artıran amillərdən biridir. Və bugün bu istiqamətdə də yəni nə qədər xəstələr müraciət edir həkimlərə, bəs həkimə də ümid olur ki, öz probleminin həlli üçün. Amma həkimlər bugün öz işini vicdanla yerinə yetirmir. Bir həkim görürsən, xəstəyə qəssab kimi davranır, video çəkir, özünü məşhur etmək düşüncəsindədir. Birini görürsən ki, heç nə, daha artıq dərman yazım, 100 dənə yerə göndərir. Heç lazım deyil, bəlkə 100 dənə də analizə göndərir, heç ehtiyacı oldu, olmadı. Nəinki bunun hesabat verilsin ki, mən bu analizləri götürdüm xəstədən. Ancaq burada maraqlar var. Amma sən həkimsən, bu peşəyə gəlmədən öncə Hippokrat andı içirsən ki, sən bu şərəfli vəzifəyə, bu müqəddəs bir missiyadır da insan həyatı. Bu elə belə bir məsələ deyil ki, bu çox çətin, məsuliyyətlidir. Neçə il təhsil alırlar bu istiqamətdə. Praktiki biliklər çox güclü olmalıdır. Bugün bəziləri gedir, kurs oxuyur, hansısa kurs oxuyur və yaxud da heç kiminsə əlindən nəsə öyrənir. Yalandan deyir ki, mən estetik həkiməm. Heç başqa iş görüb, başqa bir sahədən gəlir. Sənin tibb təhsilin yoxdur, necə estetik əməliyyat elətdirə bilərsən? Sənin bu sahədə, o belə asan bir şey deyil axı. Bunun üçün sənin sənədlərin olmalıdır, rəsmi qaydada təsdiqlənməlidir bütün bunlar. Səhiyyə Nazirliyi bununla bağlı müəyyən prosedurlar keçirdi uzun bir müddət öncə. Lisenziyası olmayan həkimlərin artıq işə onlar işləyə bilməzlər, fəaliyyət göstərə bilməzlər. Amma biz yenə də ondan sonra nə gördük? Yenə də bu cür halların şahidi olduq. Gördük ki, yenə də artdı. Yenə də ölüm halları və yaxud da indi müxtəlif estetik əməliyyatlar nəticəsində
nəticəsində birinin bədəni çürüyür, biri həyatını itirir və yaxud da indi digər problemlər, sağlamlığı ilə bağlı digər bir problemlərlə biz üzləşirik. İndi insanlar araşdırırlar, amma ki, təəssüflər olsun ki, yanılırlar bəzən. Ya kiminsə məsləhəti ilə, ya da ki, sosial şəbəkələrdən qarşılarına çıxır, reklamı güclüdür, gedir pul ödəyir, hansısa məşhuru gətirir, onun vasitəsilə özünü reklam elətdirir. Bir çoxları gedir Zaurun xoşqədəmlik verilişinə, orada özünü reklam elətdirir, heç bilinmir təhsili, xaricdə güya təhsil alıb, amma onlardan da biz xoşa gəlməyən xəbərlər çox alırıq. Onlar pulunu ödəyir, özünü verilişdə reklam eləyir, güya ora gələn insanları sağlamlığına qovuşdurur, özünü eləyirlər, illərin peşəkar həkimi kimi təqdim eləyirlər, amma biz onlardan nə qədər pis-pis xəbərlər aldıq. Onlar nə qədər də bunu müdafiə eləsələr, yəni bir aparıcı heç vaxt bir həkimi reklam edəndə onun o cür şəkildə təqdim eləyə bilməz, vəd verə bilməz. Ola bilər, yəni indi bunlar da pul ödəyirlər, amma araşdırılmamış, sən bu həkimi araşdırmamış pul xatirinə heç vaxt onu reklam etməməlisən. Çünki burada insan həyatıdır. İnsan həyatı da ki, oyuncaq deyil. Rusiya-Ukrayna müharibəsinə koronavirus səbəb olub. Maraqlı bir açıqlama var. Koronavirusun səbəbindən Rusiya-Ukrayna müharibəsinin başlanması ilə bağlı belə bir fikirlər yayılıb. Almaniyanın kansleri Angela Merkel axırıncı müsahibəsində deyib ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanmasının ən önəmli səbəblərindən biri güya koronavirus xəstəlik infeksiyası olub. Merkelin fikrincə koronavirus Avropa İttifaqı liderləri ilə Rusiya prezidenti arasında təkbətək məsləhətləşmələri və görüşləri qeyri-mümkün etdiyindən böhran da daha da dərinləşib. Bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Qeyd edir ki, əlbəttə koronavirus səbəbindən ölkələr qapanmaya getdilər və liderlər arasında görüşlərin sayı da azaldı. Ancaq koronavirus başlayanda hələ müharibə başlamamışdı və Putinin Ukraynaya hücum qərarı verilən tarixdə xəstəlik sönməyə doğru gedirdi. Doğrudur, Putin bu xəstəlik səbəbindən illərin, ümumiyyətlə bu koronavirus dönəmində, COVID-19 dönəmində həmin illərdə qapalı bir şəraitdə fəaliyyətə üstünlük verirdi. Ancaq bu o demək deyil ki, koronavirus olmasaydı və Kreml sahibi Avropalı həmkarları ilə tez-tez görüşsəydi, Rusiya prezidenti Ukraynaya hücum əmri verməyəcəkdi. Bu o anlamada gəlməsin deyə qeyd edib. Elxan Şahinoğlu onu da əlavə edib ki, Putini heç bir görüş dayandırmayacaqdı. Məgər 2014-cü ildə COVID-19 mu var idi? Putin həmin il Krımı ilhaq etdi. Avropa liderləri, o cümlədən Merkel həmin il tez-tez görüşdükləri Rusiya prezidentini durdura bildilərmi ümumiyyətlə? Ona görə də bu koronavirus bəhanədir. Serbiya prezidenti Aleksandr Vučićin Merkel vəzifəsində qalsaydı, Ukraynada münaqişənin qarşısını alardı fikri ilə də razılaşmaq çətindir. Putin Merkel ilə tez-tez görüşürdü və Kreml sahibi Merkelin kansleri dövründə Ukraynanı ram etmək qərarı vermişdi və bu bir növ ABŞ prezidenti Donald Trump'ın az qala hər həftə təkrarladığı Biden deyil, mən prezident olsaydım Ukrayna müharibəsi olmazdı fikrinə bənzəyir. Trump indi prezidentdir də müharibəni dayandıra bilirmi? Xeyr. Trump Putini Alyaskaya çağırdı, görüşdülər və Ağ Ev sahibi ümid edirdi ki, ən azı atəşkəs elan olunacaq. Əksinə Kreml sahibi müharibəni genişləndirməyə qərar verdi.